Hamınıza salam dostlar. Bugün sizlerle birlikte tek hesaplaşmada əldə etdiyim WhatsApp güclərini yoxlayacağım. Bu benim ilk Azərbaycanca danışdığım video oldu. Çünkü əvvəlki videolarımda həmişə türkçə danışırdım. Çünkü türklər daha çox izləyər deyə və türk youtuberların daha çox olması səbəbilə türkçə danışırdım. İndi isə Azərbaycanca danışacağım. Yəni həmişə Azərbaycanca bütün videolarda, həmişə canlı yayınlarda da. İndi isə Piper'ın WhatsApp gücünü yoxlayacağım. İlk rounddur. İnşallah yəni uda bilərəm, yəni güclüdür. İnanmıram uzun. Çoxu karakter öldürə bilmiş, yəni Piper'ı çox güclü olması səbəbilə. Birazcık canımı yenileyeceğim. Gördüğünüz gibi birinci oldum. Gümüş bir doldu Piper. Hala. İndi isə baxım hansı karakterin WhatsApp gücünü deneyeceğim. Dostlar, indi isə Max'inkisini yoxlayacağım. Çünkü sınırsız mərmi deyir. Yəni cəbhanəm sıfırlanmır. Vura bilirəm ancaq. Round başladı. Yeni adam Max'in bu WhatsApp gücünü oynayarkən ota basa bilir ancaq. İlk 6'ya girdim. Öldüm. 5. oldum en azından. Kupa getmədi. İndi hansını seçim baxım. Dostlar, bu sefer Byron'un ikisini yoxlayacağım. Məncə Byron'un ikisi Angela'nın WhatsApp gücündən belə güclü ola bilər. Birbirimizi öldürdük. Beləsin şey olar. Kupa gitmedi yine. İndi ise Amber'inkisini oynayacağım. Yani Amber'i yani 300 kupa olmalıydı. WhatsApp gücünü açtığımda oynadım. Hələ çox güclüdür.
Üstəlik məndə olan yıldız gücü sayəsində ultim sonsuz ancaq dolur. Bu taraların gücü nə deyə? Ölmürləri taralar. Kazanma serisi də getdi. İndi Surge oynayım. 1000 kupadan düşmüşdü onsuz da. 1000 kupa tezdən qaldıraram. Yəni qaldırmağa yaxınlaşaram. Burada pusuya dayanacağım. Bunu kimsə almağa gəlsə onu öldürəcəm. Ya da indi alıram çünki adamlar gəlmirlər. Orada bir-birlərini öldürməyə çalışırlar. İlk 5'e girdim. Çox asan idi. Bunun Surge'un birinci seviyesi de yavaş yavaş oluyor. İnşallah məni öldürməzlər. Colt yəni məni öldürməz. Bir kupa geldim. İndi bu arada dostlar, Lilini 1205 kupa eləmişdim. Azərbaycanda 12-ci və ya 13-cü idim. Sonra tezdən düşdüm. Özən nə qədər düşdüm. İndi Frankisini yox, Frankin Vasabi gücünü yoxlayayım. Yəni Frank güclü olar. Divarları qırması onun üçün güclü bir dənə özəlliyi olar. Çünki düşmanda güçlü adamlar var. Ne dislike atırsan, ne dislike atırsan. Adam məndən qaçırmadı ki, güclü oldu. Adam robotuna minə bilmədən öldürdü onu. Adam bazın üstüne atlandı. En azından ikinci oldum. 2 nəfəri də öldürdüm. Güclüydü Frankisinkisi. İndi sushi gəldi. İnşallah yaxşı bir şey çıxar. Çünki mənə heç nə çıxmayıb bu vaxta qədər. Yaxşı. Görürsün, məncə bir dənə çıxır. Çılğın acı. Nə çıxacaq? Mən Moy oynayıram. Bu səfər də Mipu'nun ikisini yoxlayaq. Mipu yəqin oyunda gördüyüm qədərilə 3 dənə vuruş edir. 3 dənə vuruş güclüdür. Yəni Angelo kimi bir şeydir də, yəni. Yaxından çox vurur. Edgarlara qarşı özü.
Adam 3 dənə vuruş eləyir düşman Meeple eləyəndə. Üçü də adama deyir, mənimkisə niyə yana deyirlər? Mən Meeple'ın Spike'ma güvənirəm, yəni kupa düşmərəm Spike'la. Spike yaxşı oynayıram. Üstəlik bu wasabi gücü sayəsində çox karakteri öldürürüm. Bu Edgar'lar var, banlanmalıdır, vallahi banlanmalıdır. Bu da gücdür ha. Mənim Spike'ma aksesuarı beləncəsinə niyə? Yenidən Spike'la oynayacağım. Udmalıyam mən Spike'la. Edgar'dan intikam alacağım. Oha, haratdandı bu Edgar. Bu üçün əcəb, heç kim almayıb. Öleceğim tez. Canımı yenileyim. Bu sefer sonuncu Moe çıxdı. Moe oynayış yeni çıxıb onsuz da. Ultisi deyəsən çox xod gedirdi və daha uzağa gedirdi, yəni həlləcin olmalıdır. Mən əgərəm süpərimi doldura bilsəm, dostlar, bir əvvəlki roundda uduzdum, yəni ona görə yeni bir rounda keçdim. Bir dənə süpər doldursam video davam edəcək. Dostlar, mən yəni ultimi, hər şeyimi doldurmuşdum, bastım, açdım. Videoyu davam etdirməyə basmamışım. Ona görə hələ burada göstərəcəm. Gördüyünüz kimi beləncəsinə olur. Həm daha uzun sürə beləncəsinə qalır, həm də daha xod və daha uzağa gedir süpəri sayəsində. Bu videoda bu qədərlik olsun. Videoyu bəyəndiyseniz like atıb abunə olmayı unutmayın. Digər videolarda görüşərik inşallah. Sağ olun.